Allah necə də möhtəşəmdir. Qüdrətdə ucalaraq hamıdan əzəmətlidir. O öz sözü ilə göyləri və yeri yaratdı. Göylər Allahın əzəmətini bəyan edir. Göy qübbəsi əllərinin işini elan edir. Allahın yaratdığı hər bir şey yaxşıdır. Allah müxtəlif növ bitkilər və heyvanlar yaratdı. Sonra o, torpaqdan ilk insanı yaratdı. Onun burnuna həyat nəfəsi üfürdü və ona həyat verdi.